istəyirəm. Başladı. Bir de getireceğim. Bu dersi yemirlər mənim uşaqlarım. Dərisini çıxardıram, ya dostlar. Nama mungkin tapi Sizi çağırdı. Bu qaqadan yavaşcan soruş. ses bağla. Ağlamızın yavaşcan qaqadan soruş ki. Yavaşcan məhkəmədə ana belə deyir. Dediler kime de bağlı. Onun üstün dərisini götürürəm, uşaqlar yemir. Uşaqlar dəri yemir. Değil. Gel pişiyi bırak. Gel pişiyi bırak. Hoş geldin. Necəsən ürəyim? Sağ ol can, siz nə tərsiz? Yaxşıyım canım mənim. Uşaqlar necədir? Sağ ol valla. İşten indi geldim. Et alıp alıp gelmişim. Çolpan köşem. Xeyirli olsun ha, gözəl işində xeyirli olsun, işə düzəldin. Sağ ol can, sağ ol. Bizim akşama ne? Saat 5'ə qalmışdı, nə tez gəlibsən? Ha? Tez gəlmişsən işdən, nə tez gəlmişsən? O mənim elə bıraxdı da, müdürümüz elə bıraxdı. Hə, yəqin saat səhərdən yəqin 5'ə kimidir də.
İş yok da icra edip bıraktı. İş ne iş var? Yarpak yok, ot yok, dırmıqlar arası. Hə da içində olacaq şeydə. Yazda уже yarpaqlar zadlaraq tökülür. Gedib yerimizə baxıb, kağıt çuğuzdan dəmləyib, ondan sonra zilzibil dırmıqla götürüb dırmıqla, odunları yığışdır, tökülən odunları götürür. Gözəl. Yolu süpür, əsas yoldur. Yolu süpürə məktəbə uşaqlar cəmaat gəlib gedir. Ehtiyatlı ol, yolu zada süpürəndə maşın zat. Bundan sən maşın vurmaq yaxşıdır. Yemək bitirirsən, gözəl. İşte başka hengi gelip paltar maşına töküp bizim koçum değil akşama yemek yok. Hə, yaxşı eləmisən, bişirirəm, bişir. Adam da bilmir ne kimle pişirsin sen. Vaz, daha inanmır, daha yemək fikirləşməkdən bütün əsəblərim koramı. Bir gün ortaya bir yemək bişir, axşama bir yemək bişir, eyni şeylər təkrarlanır. Allah'a andolsun bilmir fikirleşe qalan ki. Ben bunların ağızlarında çöklərin ağzını nətər doldum. Hə, elədir. Elə hamı elədir, ha. Elə mən Özüme qalanda var ya, kimin azaddan yirəm uşaqların ağzı düzəlmir. Vay bacı niye çıxdı ki? Özüme qalandan ağzına var ya, uşaqların ağzı düzəlmir. Hoş geldin. Hoş gördük. Nətərsiz gözəl xanım? Sağ ol can, sizlərcə yaxşı olur. Nə sizlərcə? Yaxşıyam, sağ olun. Nə var, nə yox, vəziyyətiniz? Yaxşılıqdır, sağ olun. Sizi çox bəyənirik. Təşəkkür edirəm bəyənmən üçün. Minnətlər. Siz harada qalırdınız? Gəbələ. Harada? Gəbələ. Siz də yemək bişirsiniz? Hə. Sən gəlmişə mənə yiyin. Mən də elə yemək bişirirəm. Allah'ım, benim kızım işten gelmişim yemek pişirir. Ev. Tanıyarsınız yəqin ki, mən Gəncədən sizlə bir dənə o vaxt canlıda bir oğlan danışırdı, Etibar. Tanımıyorum. Nənəmlə də danışırsınız o vaxtı. Annemi karıştırdı bu. Derdi de biri olan onlarmış. Şimdi nenemle de hemen ne bileyim ben ne. Ağzı gelen millet bakar burada. Aa, güzel. Ne dersen? Ne var ne yok? Salam can salam. Sen ne dersen? Sağ ol bacı kurban, sağ ol. Qəbəliyə gəlmisən? Ben nerem gebelediğim. Sen neredesin? Mən də Qəbələdə. Oh gebeliye be can. Benim yerlerim. Qəbəliyə qurban olum, qurban olum. Qəbələnin torpağına da, daşına da, suyuna da, Anam. insanlarına da. 31 ildir Qəbələnin çörəyin, çayın, suyun içirəm. Qəbələliyəm. Kəlbəcərli olmağıma baxma, Qəbələliyəm. Ne olsun ki her yan bizimdi. Allah'a and olsun. Hamı bizimdir. Hamı bizimdir. Bütün torpaqlar bizim. Bacı sen məni tanıyırsan, o başıyacaqlı bacılar var, fındıq zavodunda işləyir. Çevreden tanıdım. Ad çəkmirəm. Hə, bax onların böyük bacısıyam, tanıyırsan məni. Tanıyıram, niye tanımıram? Salam zat da verirəm sizlere. Ay sağ ol. Həmişə görüşürük Qaradıqda. Neyinirsən ay bacı, işin düzəldi, deyirsən işdən gələm, xeyirli olsun. Düzeldi, sağ ol öyrəm. İşim də düzeldi, girdim işə də. Xeyirli, bol qazançlar, nə gözəl, maşallah. Allah köməyin olsun. Bacı öz işindir. Öz işim.
Bəli. Öz işinə qayıtdın, hə? Xeyir olsun. Bəli, anam sağ olun, nərəm sağ ol. Bəli, öz Ne güzel, sevindim valla. Allah Zaur müəllimin də köməyi olsun. Yenə böyük dəstəkçi oldu. Amin, amin. O Bəs mənim. deyəsən Füzuli qardaş da işləyir, hə? Allah xoşbəxt eləsin sizi. Bir ömür birlikdə olun, mehriban olun. Mən səni çox istəyirəm. Yaxşı oldu, yaxşı. Nə gözəl, nə gözəl. İkiniz də əl-ələ verib işləyərsiniz yenə. Əlbəttə anam, bacım, əlbəttə. İstəməyəndə olmur, bacı. İşləyəndə yenə adamın əlinə bir pul gəlir. Bilirsən nəyin var, nəyin yox, nə alırsan, hə. Bu 4 gün, bu şey gündə var, 4 ayında var, 4 ayında. Allah anı sağ olsun, izləyəcəm nə qədər atar. Allah'ın olsun, ağlayırdım ey. Nə qədər. Bilirəm bacı, olmayanda adam sıxıntıya düşür ki, Allah mən hardan tapım, necə eləyim, nətər eləyim. Uşağa adam cavab verə bilmir ki, mən körpə uşaqlara necə eləyim. Yeni adam bir təhər özü şörətdə ilə dolanırsan. Körpə uşaqlar nə? Deyirəm, əsas uşaqlardır. Əlbəttə ki, uşaqdır. Məsəl üçün məktəbə gəlirlər, dərsə gedəndə uşağın əyninə, başına baxırlar, istər-istəməz uşaqdır, pis olurlar. Nə qədər uşaq şorla çörəklə yemək yesin? Bəli, bəli. Olmur. Hələ nə gözəl, elə qardaşımız da işə girdi, sən də xeyirli olsun. Çalış işini itirmə, hələ iş tapılmır bacı. Bəli, yox itirmərəm, bəli, xeyir neyəcək? Yox. Nə yaxşı, nə gözəl işin bərpa oldu. Sevindim Allah haqqı. Çox sevindim. İşten gəlib elə çok mağazında gördüğüm mağazı var idi. Tanıdım. Bəli. Bacım deyir gözəl bizi tanıyır deyən deyirəm tanıdı. Fatma da salam söyle. Adım Aleyküm salam. Sağ ol bacı. Mənim bacımın biri burada öz yerimizdə bağçada müəllimə işləyir, ortancı bacı. Amma balaca bacı ilə orada fındıq zavodunda işləyir. Yəni işdədirlər. Annem hamısına salam söyle. Salam, gözəl sağ ol, bacım qurban. Can, sizin başınıza dönüm. Allah sizleri de xoşbaxt eləsin. Sağ ol balalarınla belə, sənlə belə ay bacı biz səni çox istəyirik. Kim desə bənd olma, baş qoşma. Hər ağızda bir hava çallar, istəyəni var, istəməyən var. Əlbəttə bilirəm Can, sənin başına. Adamı hamını istəyə bilməz ki. İstəyənimiz də var, istəməyənimiz də var. Sağ olun, 5 parmağın 5'i de bizde öyle. Əlbəttə canım mənim, əlbəttə. İstəyənlər var olsun, istəməyənlər də Allah islah eləsin. Amin. 5 keseşkesine yatın yaşamayı bağa sana bulsun. Evin için bilmirlər ki, kimi evin içində nə əzab çəkir, nə əziyyət çəkir. O ağzı bala batanlardır da iki danışırlar. Qoy danışsınlar. Eyni danışanda nə verəcəklər əllərinə? Qoy o qədər danışsınlar ki. Heç kimə bənd olma. Qoy danışsınlar. Heç kimin evinin için bilmir. Kim evdə nə əziyyət çəkir, əzab çəkir, kimin həyatı nə cürədir. Heç kim bilmir. Biz varımızı, dövlətimizi, evimizi, eşiyimizi qoyduq gəldik. Milyonumuzu gəldik. Mən gəldim burada xəstə düşdüm. Heç bilərdin ki, mən gəlib burada heç kimin ağlına gəlməz ki, biz o cürə Qazaxstanda 10 il yaşadıq. Biz qut tükündə yatırdıq. 30 kiloluk qut tükündən döşəklərdə yatırdıq. Dəvə yunundan yorğanlarda yatırdıq. Heç kim bilməzdi ki, biz bu vəziyyətə düşərik. Oradan qalxdım, düşdük, gəldik bir dənə yorğanla. Bir dənə evdən Kes bilmir, onu yaşayanlar bilir. o boyda dolu evdən bir dənə yorğan çıxdı. 5 uşağı bir yorğana, rəhmətli yanan bir yorğana büründü. Ölənlərin zərəymə büyüsü gətirdi. Heç kim bilməzdi. Mənim atamın bizim evimizi görən hamı deyirdi ki, ev kişi bu evi kızımla birliklə tikdirir. Ama ne olsun qoyduq gəldik. İçində 2 il yaşamadık.
Təzə evlər idi, 16 metrə 2 mərtəbə ev idi. Qoyduq gəldik, dağlarda ayağımı şaxtatdı, mən nə vəziyyətə düşdüm, ölümlərdən qayıtdım. Şükür Rəbbimin bu gününə. Yenə də çöldə deyilik, açıqda deyilik. Bacılar işləyir, iynə dərmanımızı alır. Atamı itirdik, burada Qəbələdə torpaqda yaptık. Allah cəm ölənlərə rəhmət eləsin. Rəhmət eləsin. Amin. Qəbələ ilə birdir hörmətləri. Atamın, anamın adı çəkiləndə Qəbələ hamı ona ağlayır. Kişilər vaxt ağlayırlar. Ki nə gözəl atanız, ananız var idi. Hamı bizi tanıyır, bizi çox istəyir. Sənə qurban olum, həmsə həyatdır. Bilmək olmaz ki, kimin başına Bizlər, heç kimin həyatı bilinməzdi. O boyda var, dövləti qoyub gəldik, orada bir vəziyyətə düşdük. Vallahi, elə vaxt oldu ki, biz qəpik tapmadıq. Amma min şükür bu günümüzə, yenə də şükür. həyatım bilmirəm, sortalanmıram ki, mənim həyatım nətər olur. Bəli, bəli, bu günün sabahı bilmirik. 10 dəqiqədən sonra bilmirik başımıza nə gələcəkdir. Bəli, bəli. Bilmirik başımıza nə gələcəksə. Heç kimi qınamaq olmur. Kimsənin evinin bilmədən, kimsə kimsəni haqqında mənfi söz danışmağa ixtiyarı yoxdur, haqqı yoxdur. Yaşamayı bax, o həyatları keçmir, o həyatları Ay sağ ol, yaşamayıb ona görə. Bilmirəm. Nə bilməyim, Allah istəyənləri var eləsin, istəməyənləri ıslah eləsin, yoluna döndərsin. Allah haqqı qardaşımın təhcərinə, anamın qəbrindən də olsun, mən çox sevindim. İşim Hər mevzusunu sevindirsin. Sağ ol, amin cümləmizi, bacı cümləmizi. Allah haqqı, Allah sağ ol qardaşımıza da dəyməsin. Yenə maraqlandı, yenə düzəltdi. Adamın əlində özün işin olanda bilirsən ki, oradan sənin gələn yerin var, qazancın var. Allah mülkə eləyəcək. Orada mağazinçi var, mağazin. Saadət xala. Hə, tanıyıram. Mən qızını qaldırdım. Baldızı da onun xodra, baldızıdır. Hə, onun qardaşı, bir dənə qardaşı var. İki qardaşı vardı, bir qardaşı üstünə salıb, cavan rəhmətə getdi. Ölənlərə rəhmət. Balaca qardaşının yoldaşı mənim dostluğum, mənim qızıdır. Onlar gəldi, mənim Saadət yaxşı gəlindi. Çox, bax ona 450 manat borcum var. İşə girdim, dedim maaşı alanda az 20, 30 olsun, 40 verəcəm. Çok yaxşı qadındır. Dinə 450 manatı nəyə görə oldu, bacı? Mən yalan deyə bilmərəm. İşləmədin də, ay bacı, işləməyəndən sonra pulu hardan gəlsin sənə? Yox, həm işləmədim. Dinə nəyə görə orada borcum var? 450 manata. Bax, uşaqları paltar aldım. Uşaqlara dəst aldım. Gedim nisiyə əqqabı aldım. Gedim uşaqlara nə bilim mən, oradan paltar, nisiyə, hər şey aldım mən orada. Xeyri can sağlığına gelsin. İndi o da başa düşür, qaynıdır, bilir ki imkansızlıqdır, qaynının mağazinidir. O bizə deyir ki həmişə, deyir mənim qaynım deyir ki tanıdığı adamlara kimə nisiyə ver, kimə vermə. Bu mağazin deyir sizə can qurbandır. Mağazin qurban. İndi o səni başa düşür ki imkansızlıqdır, işləmədin. İşləməyən yerdən də hardan gəlsin, bacı 5 qəpik, 10 qəpik oradan buradan gəlir, onda ancaq uşağın boğazına çalışmışlar. Bax, böyünəm kart, yalan mən gizlədə bilmərəm, Allah çarpar. Getdi, karta pul atmışlar, getdim deyə ətə verdim, yalan nədim, öydə yeməyə şey yox idi. Partişiyə verdim, ətə verib gəldim. Ki, amma bir uşaq dedi ki, mama, nə yemək yoxdur. Dedim, deyən işdən çıxanda mən sizə alıb gətirəcəm. Daha mən onun borcu verim, uşaqlar nə yesin? Daha İndi işləyəndə Allah qoysa bir 50-50, 30-30 verərsən üstünü. Mən Saadət xala 7 ildir tanıyır, 7 ildir. Saadət xala mən...
o şeyi sen özün güvəni özün qazanmısan, həmişə almısan, vermisən, ona görə də o sənə verib. Əgər sən onu aldatsaydın, verməsəydin, yalancı olsaydın, Saadət heç vaxtı bir dəfə onu aldadan adama ömrünə mən Saadəti öz içim kimi tanıyıram da, mənim qohumumdur ona görə. Ömür boyu verməz, amma yəni sənə güvəni var ki, veribdi onu. Bəli, bəli. Bax, indi işə girdim. 20-20, 30-30, 50-50. Ata verəcəm. Dərdə xəşdə inşallah, xeyirsinlər. Sağ ol cümləmizə. Çünki mən elə gedib başçı ilə dedim ki, Saadət xala, dünənlərimdir, səs atdım ki, Saadət xala, işə girmişəm, maaşda verəcəm. Çünki mənim uşaqlarımın məktəb lazimatlarını, məktəb formalarını, hamısını mən oradan daşıyıram. Uşaqların geyimidir, özümün geyimimdir, hamısını mən Saadət xaladır. Mən Saadət xaladan razıyamdır. O ki 4-5 aydır məni gözlədi. Allah onun balasını, özünü beraber xoşbaxt eləsin. Birinci Allah'tan can sağlığı. Çünki Allah'tan təşəkkür edirəm ki, o ki məni gözlədi. İndi gecikdirməyəcəm. İndi maaşı alıb verəcəm. Hələ İki maaşım var, bilir ki, az gətirib verəcək. mən verəcəm, mən boşda qala bilmərəm. Verən əldən kəsməsin. Qurban olduğum Allah hamının ruzisinin bərəkətini versin. Allah kimi sıxıntıya salmasın. O yoxluq bir şeydir. Mən budur ki 31 ildir mən oradan Kəlbəcərdən gələndə mənim ayaqlarımı şaxtatmışdı. O ağrı azarı bilirəm. Mən iynə dərmana verirəm. Üstünə canına sağ. Amma yoxluğu bilirik də, varı da bilirik. Gəlib var olanda qudurmayasan, kiminsə yoxluğuna, Alo. kiminsə imkansızlığına, Salam canım, necəsin? kiminsə yoxsulluğuna, kiminsə imkansızlığına, ağzını gəvəzə qoyub danışmayasan. Bilir, var olanda nə olar ki, Allah'tan onu adamın əlindən alır, bilməzsə nə tər olursa. Allah saadətində kömək olsun ki, kömək olsun. O deyir, su gələn artdan bir də gələr. İnşallah ki, bir də gələr. Çünki mən onu borcu az verməsəm, sabahları mənim uşağımın sentyabrın 15-də mən orada məktəb lazimatları alıram. Qələm alırsan, kitab alırsan, məsəl üçün alacaqsan, baxma, tələbatdır da. Gərək eləyəsən ki, güvənini qırmayasan, itirməyəsən. 7 ildir. Mən Saadət xaladan almışam. Hədiyyə üçün çox sağ ol. 7 ildir. 7 ildir Saadət xala məndən incimir. Mən də ondan inciməmişəm. Çünki almışam, bu borcu qaytarmalıyam. Niyə borcu qalan cəmaata? Saadət yaxşı qadındır. Yox, həqiqətən də. Sənə də Allah razı olsun. Allah'a minlərcə şükürlər olsun. Allah heç kimi kimsəyə möhtac eləməsin. Allahın özündən başqa 4 aydır mən çəkmədiyim zulumu heç bir kəs keçmirdi. Mən ağlamağımı, öyümdə ərzaq olmayıbdır. Ağlamağımı bu 4 divarın arasında qaldı. Heç kəsə deməmişəm. Allah işlərə salmasın ay bacı. Allah heç kəsə. İşdən çıxmışam. Heç kim bilmir. Heç kim eşimin evinin içini bilmir ki. Ve o 4 divar bir sir qapısıdır. Heç kim ona danışmayınca, görməyince kimse bilmez. Allah heç kimi sıxıntıya salmasın bacı. O sıxıntıda qalmaq, o adam deyir ay Allah, mən nətər eləyim, necə eləyim, borçlu olduğun adamın da yanında utanırsan. Rəbbim heç kimə möhtac eləməsin. Allah hər şeyin versin. Çox ya, mən Allah haqqı sevindim. Atamın, anamın qəbrindən dostum. Biz var ya, mənim canlarım, ciyarlarım, qəbələrim. Hamımız bir vətəndaşıyıq. Allah haqqı o qədər dua eləyirdim ki, ay Allah, nə olar işinə qayıtsın. Baxma, nə qədər olmasa öz işindir. Özün özünə möhtaçsan. Öz işindir. Əlbəttə ki, Allah elə o müdiriyyətin də canın sağ eləsin ki, elə səni işini bərpa elədi, qaytardı işini. Zahir müəllim sağ olsun, təşəkkür edirəm. Zahir müəllim, icra başçımız. Dünənlərim gedən kimi dedi ki, gözəl sən bir işdə olmalısan, bura niyə gəlmişsən? Dedim, mən işdə döləm axı. Sağ olsun. Dedi ki, get bir dənə sənədləri hazırla. Getdim sənədləri hazırlama, 4 dənə sənədləri. Sağ olsun. Valla, təmənnasız mən Müəllim də yaxşı adamdır, yaxşı insandır. Gedən kim adamı gözəl qarşılayır. Allah
xalqımızdan razı olsun. Allah yaxşı adamlardan razı olsun. Allah canlarını sağ eləsin. Zaru da Allah balalarına gözünü çırarsın. Vallahi Qurana kim eləyər? Doğma qardaş adama heç onu eləmir. Əlbəttə. Vallahi. Allah hamını bir-birə mehriban eləsin. Allah xalqımızın üstündən qara kölgəni götürsün. Heç vaxtı heç bir ananı, bacını Allah ağlatmasın, şəhid gəlməsin. Nə bilim, cavanlarımıza dəyməsin. İstəyənlərimizlə belə Allah hamını var eləsin. Mən şəxsən mən çox sevindim, ürəyim açıldı. Allah'a and olsun. Allah o aldığın maaşını da hayırlı olsun. Balalarını güzel şekilde güzel günlerine istifadə edin. Sizdən bayram, öpürəm sizləri. Ben de seni öptüm canım benim. Sağ ol. Tamam söylə, bacılar var, öpürəm. Sağ ol, ürəyim. Mənim Qəbələ cəmaatım var. Çox pisinə də qurban olub yaxşısına da ev yox. Allah haqqı o Türyan çaydan bəri keçəndə, Qəbələyə keçəndə, Qəbələ yazılan yer. Deyirəm millətinə də qurban canını, havana da suyuna da qurban. Bilsən bu cəmaat burada bir-birimizə qurbanıq da. Hamının yaxşı var. Bakıdan gəldim bacı. Bakıdan gəlib əyilib torpağı öpdüm. Dedim o xay Qəbələnin torpağına qurban olum. Hər yanın yaxşısı var, pisi var. Güya bizim pisimiz yoxdur ay bacı. Hər meşə də İraq üzümüzdə meşə çaqqalsız olmuş. Hər yanın yaxşısı da var, pisisi də var. Bəli. Elimin pisinin başına dönüm. Elimin pisini qadatsın alın. Əlbəttə öyrənəm, əlbəttə. Allah bizi pis insanlarla qarşılaşdırmasın. Xəstəlikdən, bəladan, böhtandan, şərdən qorusun inşallah. Əsas birinci növbədə şərdən, böhtandan bacım. Amin, amin, amin. Ay aman. O şər böhtan pis şeydir. Böhtandan da. Yox, biz də istəmərik. Biz Allah haqqı özün bilirsən də, bizi gözəl tanıyırsan necəldir. Qədər razıyıq, Qurana and olsun. Rayona çıxanda bax, Allaha and olsun. Marşrutuna minirik, məsəl üçün, tanış adam olanda deyir, bacılar, düşün gedin. Məsəl üçün, gərək insan yaşadığı yerdə özünə hörmət qazana, ölüsünə rəhmət qazana. Elə hamı ilə tutaşım, onunla dalaşım, bununla dalaşım olmur axı. Gərək eləyəsən ki, bu günün sabahı da var da. Gərək hikmət qazanarsan. Valla Quran haqqı bu Kəlbəcərlər gedəndə bütün Qəbələ cəmaatı hamı bizə yazır. Ay Allah, siz də getdiniz və siz getdiniz, siz neynəyəcəyik, darıxacağıq. Valla sizin getməyinizi istəmirəm, ayırım. Quran haqqı istəmirəm. Quran haqqı biz getdik belə Çok güzel bacılarsınız, siz var. Allah razı olsun. Sizin gözləriniz gözəl. Sizdən yolu süpürəndə, mənim bölümdən keçib, mənə salam verəndə elə biləm ki, dünya mənim olur. Allah. Əlbəttə ki, gəl bax biz əvvəl sizi tanımırdıq. Bax sizlə bərabər oradakı yoldaşlarınızı tanımırıq da. Bilmirik kimdir, nəşidir. Amma bilirik ki, bir Azərbaycan xanımıdır. Azərbaycanın bir işçisidir, iş adamıdır. Həmişə deyirik ki, işiniz avanda olsun, yorulmayasın. Bu gedirsən də yanından ötüb gedirsən, sən buna bir iş avanlığı ver. İşin yüngül olsun, yorulmayasınız, xeyirli olsun deyəndə sənin o dilini qopup düşməyəcək ki. Özünə hörmət qazanırsan da, biz özümüzə o hörməti qazanırıq. Düz insan.